Salam əziz izləyicilər. Dimin 20 sınaq kitabçasından sınaq izahlarını davam etdiririk. 5-ci sınaq imtahanıdır. Mövzular Azərbaycan 20-ci əsrdən. Başlayaq birinci sualdan. Seçirik qələmi. Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinin nəticələridir. Deməli, Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti 1990-dan götürə bilərik. Davam edibdir 1993-cü ilə qədər. Azərbaycan Müstəqil Dövlətlər Birliyinə qəbul edilməsi 93-cü sentyabrında olubdu. Artıq Naxçıvanda deyildi, Heydər Əliyev gəlmişdi Bakıya. Sədərək Dilucu Ümid körpüsünün tikilməsi, bəli, 92-ci ildə mayda bu Heydər Əliyevin fəaliyyətinə aiddir. Rusiya ordusunun hərbi hissələrinin Naxçıvanı tərk etməsi, bu da 92-ci il avqust-sentyabr aylarıdır. Doğrudur. Xocalı soyqırımı günü haqqında qərarın qəbul edilməsi, bu 94-cü ildir. Parlamentdə qəbul edilmişdi. Bu da aid deyil. Doğru cavab 2, 3 C bəndi. Növbəti sual. Uyğunluğu müəyyən edin. Azərbaycan Xalq Cümhuriyyəti sosial-iqtisadi mədəni tədbirlər. Azad ticarətə icazə verilməsi, bəli, bu doğrudur. Məktəblərin milliləşdirilməsi mədəni tədbirdir, aid götürməyəcək. Senzuranın ləğv edilməsi, senzura da mədəni tədbirdir, aidiyyatı yoxdur. Türk ocağı cəmiyyətin yaradılması var, aiddir mədəni tədbirə. Latın əlifbasına keçilməsi baş verməyibdir. İlk milli kitabxananın fəaliyyətə başlanması, bəli, bunu da doğru götürəcəyik. 1-ə A, 2-yə A, C, cavab A bəndi olacaq. Kitabxana 19-cu ildə, Türk ocağı da həmçinin. Azad ticarət isə 1918-ci ildə icazə verilmişdi. Növbəti 3-cü suala çevirək. Azərbaycanın 2-ci və 3-cü Respublika dövrünün oxşarlığını müəyyən edin. 2-ci Respublika dövrü 1920-91-ci illərdir. 3-cü Respublika dövrü isə 1991-dən nə vaxta qədər davam edəcək, Allah bilir. İnşallah əbədi olar. Deməli, sosialist quruculuğunun həyata keçirilməsi 2-ci və 3-cü Respublikalar dövrünün oxşarlığını soruşur. Sosialist quruculuğu birincidə olub, daha doğrusu ikincidə olub, üçüncüdə yox. Fərdi kəndi təsərrüfatının tamamilə ləğv edilməsi, bu da birincidə, ikinci Respublikada olubdur. Müstəqil xarici siyasətin yeridilməsi 2-də olmayıbdır, 3-də olubdur. Heydər Əliyev müəyyən müddətdə Respublikaya rəhbərlik etməsi, bəli, hər ikisində də olubdur. 1969-82 birincidə olubdur. İkinci rəhbərlik dövrü isə 1993-2003-cü illər. Qarabağda general qubernatorluğun mövcud olması bu ikinci Respublikada 1923-cü ildə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 19-cu il tarixinə aiddir. Yelizavetpol şəhərinin yenidən Gəncə adlandırılmağa başlanması 18-dir. Bakı Dövlət Universiteti təsisi 19 düzdür. Qacarlar dövləti ilə dostluq haqqında müqavilə imzalanması 20-ci ildir səhv. Naxçıvan general qubernatorluğunun fəaliyyətə başlanması 19 fevralında yaradılıb, avqustda fəaliyyətə başlaya bilmişdi. Paris Sülh Konfransında de facto tanınması 1920-ci ilin yanvarına aiddir. Deməli 2, 4 doğru cavab. 5-ci suala keçək. Eyler-Venn diaqramında Xalq Cümhuriyyəti, Azərbaycan SSR və də Azərbaycan Respublikası 1-ci, 2-ci, 3-cü Respublikalar. İngilislərin Bakıda general qubernatorluq yaratması bu Xalq Cümhuriyyətinə aiddir. Xəzər dənizində hərbi donanmanın mövcud olması hamısına aid götürə bilərik. Konstitusiyaya Azərbaycan dili haqqında maddənin əlavə edilməsi. AXC-də konstitusiya olmayıbdır, amma 2-ci, 3-cü Respublikalarda olubdur. Ona görə də 4-ə götürəcəyik və onlarda hər ikisində də dövlət dili olubdur. Kollektivləşdirmə siyasətinin aparılması bu 2-ci Respublikaya aid olacaq. Dağlıq Qarabağ münaqişəsinin başa çatması artıq 2020-ci il müharibədən sonra 23-cü ildə də başa çatmışdır. Bu düşəcək Azərbaycan Respublikasına. Deməli, 1-ə A, 2-yə D, 3-ə Y, 4C, 5-də B. Doğru cavab A bəndi. Növbəti sual. 6. Azərbaycan SSR-də 20-ci əsrin 30-cu illərində, yəni 1930-cu illər Latın qrafikalı əlifba 29-da keçirilmişdi. Birinci katib vəzifəsi 29-da təsis edilib. Zəngəzurun qərb hissəsi Ermənistana verildi 21-ci ildə. Yuxarı Zəngəzur. Xankəndi şəhərinin adı dəyişdirildi.
Xankəndi şəhərinin adı dəyişdirildi. Bu 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan sonra kolxoz hərəkatına qarşı mübarizə gücləndi. Bu da 30-cu ildə olmuşdu. 30-cu illərə düşür. Daha doğrusu bunu doğru götürürük. Azərbaycan cənub və şimalının 1970-80-ci illər tarixinə aid ümumi cəhətləri müəyyən edin. Sovet işğalına məruz qalması. Cənub və şimal 70-80-ci illər ümumi cəhət soruşur. Sovet işğalına məruz qalması 70-80-ci illərdə Cənubi Azərbaycanda olmayıbdı. Azərbaycan türkcəsində qəzet və jurnalların nəşr edilməsi 70-80-ci illərdə Azərbaycan türkcəsində, bəli, 78-79-cu ildə İranda inqilab baş verəndə Cənubi Azərbaycanda da Azərbaycan türkcəsində qəzetdə, jurnallar nəşr olunmuşdu. Şimal Azərbaycanda da həmçinin mövcud idi. Oxşardı. Dövlət müstəqilliyinin bərpa edilməsi Cənubi Azərbaycan olmayıbdı, nə də Şimali Azərbaycan olmayıbdı müstəqil. Mövcud rejimə qarşı çıxışların baş verməsi, bəli, 80-ci illərin sonlarında, artıq 88-də meydan hərəkatı başlayır. Bəhq etdik. Həmçinin Cənubi Azərbaycanda da İran inqilab dövründə rejimə qarşı çıxışlar olmuşdu. 2-4 A bəndi. 8-ci sual. Cədvələ əsasən hansı hadisələrin yeri dəyişdirilərsə, xronoloji ardıcıllıq düzgün alınır. Sədrək Dilucu 92, Heydər Əliyev SSR Nazirlər Sovetinin birinci müavini vəzifəsindən istefa verməsi 87, Qanlı Yanvar 90, Naxçıvan SSR-nin tərkibindən çıxması. Bu da Qanlı Yanvardan əvvəl, yanvarın 19-u olmuşdur, 90-cı il. Yanvarın 19-unda. Cənubi Azərbaycanda Varlıq jurnalının çap edilməsi, İran inqilabından sonra 79 götürə bilərik. Deməli, 5, 3, bizdən nə soruşur? Yeri dəyişdirilərsə, deməli, 79-u əvvəl aparıb, 92-ni gətirsək qabağa, 1 ilə 5 düzəlmiş olar. Uyğunluğu ardıcıl olaraq müəyyən edin. Mədəni tədbirlər 23-37, Savadsızlıqla Mübarizə Komitəsi 23-dür, Latin əlifbasına keçid 29-dur, Azərbaycan Arxeologiya Komitəsi 23 düzdür, Koroğlu Operası 37 düzdür. Hər ikisi də uyğun gəldi. İlk radiostansiya 26, Azərbaycan SSR-nin 2-ci Konstitusiyası 37, Dövlət Kino, burada bu səhv getdi, Dövlət Kino İdarəsi 26, səhv getdi, Kiril əlifbasına keçid 40, Azərbaycan Öyrənən Cəmiyyəti 23 düzdür, 1-ci Türkoloji Qurultay 26, bu da burada səhvdir. 10-cu sual. Azərbaycan SSR-nin 20-ci əsrin 20-30-cu illəri dövrünə aid hadisələrin uyğunluğunu müəyyən edin. Azərbaycan 2-ci sənaye mərkəzi olması bu Gəncə şəhər olacaq. Qeyd edək bunu Gəncəni burada. 1-ci Ümumİttifaq Türkoloji Qurultayının keçirilməsi, bu da Bakıda 26-cı ildə. A, D1-ə, A, 2-yə, D olacaq, D bəndi. 11-ci sual. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda Xocalı soyqırımı törədilmişdir. Bəli, bu olub. Gəncədə hərbi qiyam baş vermişdir 93-də. Götürürük. 3. Britaniya parlamenti Azərbaycana qarşı Böyük Britaniya deyildi. ABŞ konqresi idi. Dövlət Müdafiə Şurası yaradılmışdı 93-cü il noyabrın 1-də düz. Laçın rayonu işğaldan azad edilib 2020-ci ildə. Bu aid deyil. Deməli 1-2-5 daha doğrusu 1-2-4 cavab E bəndi. Eyler-Venn diaqramı Heydər Əliyevin rəhbərlik dövrü, Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikası. Türkiyə ilə diplomatik əlaqələrin qurulması daha doğrusu hər ikisinə aiddir Türkiyə ilə diplomatik münasibətlər. Yeni Azərbaycan Partiyasının təsisi 92 noyabrın 21-i 1-ə. Dövlət Müdafiə Şurasının yaradılması 93-cü il noyabrın 1-də bu Azərbaycan Respublikasına düşür. İlk milli sərhəd qoşunlarının yaradılması Naxçıvanda olmuşdur 92-ci il avqust-sentyabr aylarında. Rus qoşundan çıxarılandan sonra Horadiz qəsəbəsinin azad edilməsi 93 sonu 94 əvvəllərə düşür. Bu da Y bəndi. Deməli, Y-də 2-yə getdi. 1-ə B-dir, 2-yə C-yə, 3-ə A. Doğru cavab A bəndi.
13-cü suala baxırıq. Daha sonra olmuşdur. Beyləqan istiqamətində tank hücumunun qarşısının alınması. Bu 93 dekabrdır. Murovdağ əməliyyatı keçirilmişdi. 94. Bişkek protokolunun imzalanması. Deməli 94 fevraldır. Bişkek protokolunun imzalanması isə 94 may ayıdır. Rusiya ordusunun hərbi hissələrin Naxçıvanı tərk etməsi 92-dir. Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasının başa çatdırılması o da 91-dir. Daha sonra dediyinə görə nə götürəcəyik? Bişkek protokolunu götürəcəyik. Daha sonra olmuşdur. On dördüncü suala baxırıq. Xalq Cümhuriyyəti daxili xarici siyasəti. Milli Kitabxananın fəaliyyətə başlaması daxili siyasəti. Latin qrafikalı əlifbaya dedik ki, keçə bilmədilər. Fabrik zavodlarının əvvəlki sahiblərinə qaytarılması bu daxili siyasət idi. Xarici siyasət. Paris konfransında iştirak etməsi, iştirak edibdi. Sovet Rusiyası tərəfindən müstəqilliyinin de yure tanınması. Sovet Rusiyası tanınmır ümumiyyətlə. Qacarlar dövləti tanınmışdı. Qazax müəllimlər seminariyasının açılması bu 18-ci ildə, amma xarici siyasət deyil, mədəni tədbirlərə aiddir. 1-ə A, C, 2-yə A. Doğru cavab B bəndi götürəcəyik. Xiyabani Pişəvəri Cənubi Azərbaycanda. Bizdən doğru bəndi soruşur. İngilis qoşunlarının Təbrizdən çıxarılması düzdür. Təcəddüd qəzeti amma Xiyabaniyə aiddir. İctimai İdarə Heyətinin təşkil olunması, bəli, bu 1920-ci ildə olmuşdu. Fabrik zavodlar üzərində fəhlə nəzarətinin tətbiqi 46-cı ildə, bu da olmuşdu. Doğru cavab B bəndi olacaq. Təbrizdə xalça fabriki 12-ci ildə aid deyil. Qeyd edim ki, Xiyabani 1917-20, Pişəvəri isə 41-46-cı illərdir. Azadistan adlı dövlət müstəqil deyil, Azadistan qoymuşdu. İlk dəfə Konstitusiya bu Pişəvəriyə dedik, qəbul edilməsi olmayıbdır. İlk dəfə əncümənlərin yaradılması Pişəvərdə deyil, 1906-cı ildə Vətən Yolunda adlı qəzet nəşr olunması olmayıbdır. Pişəvəri dövrünə aiddir. Bu İngilis Qacar müqaviləsinin ləğv edilməsi, bu da 1921-ci ilə aiddir. 16-da Azərbaycanın 1-ci və 3-cü Respublika dövrünə aid ümumi cəhət. 1-ci, 3-cü. Yəni Cümhuriyyətlə müstəqil indiki Azərbaycan Respublikası. Azərbaycan dilinin dövlət dili elan edilməsi. Ümumi cəhətdir. Azərbaycan dilinin dövlət dili elan edilməsi. Hər ikisində də Azərbaycan dili dövlət dilidir. Bizdən aid olmayanı soruşur, uyğun ümumi olmayanı. Qarabağda erməni separatçılarına qarşı mübarizə aparılması hər ikisində də olubdur. Torpaqların kəndlərə pulsuz paylanması haqqında qanun verilməsi bu Cümhuriyyət dövründə baş tutmur, amma 3-cü Respublika dövründə olubdur. Neft çıxarılması üçün xarici şirkətlərlə sazişin bağlanması baş veribdir. Senzuranın ləğv edilməsi də aiddir. Oxşar cavab C. 17-ci suala baxırıq. Verilənlərin müvafiq olaraq hansı ərazilərə aid olduğunu müəyyən edin. İşğal edilməsi Respublikada dərin siyasi böhrana səbəb oldu. Bu Kəlbəcərə düşəcək. 3-ə işğal edilməsi ilə Qarabağın dağlıq hissəsi ilə Ermənistan arasında birbaşa əlaqə yaradıldı. Bu Laçındır. Laçında dəhliz var, bilirsiniz. Xankəndinə gedir, yəni Dağlıq Qarabağa gedir. 3, 4 D bəndi. Uyğunluq pozulmuşdur. Daşaltı əməliyyatı şəhərin mühasirədən azad edilməsi baş tutmadı. Burada bizdən səhvi soruşur. Bu baş tutubdur. Yəni Şuşa şəhərinin mühasirədən azad edilməsi baş tutmadı. Yəni doğrudur. 92-ci ildə olmuşdu. Kəlbəcərin işğal edilməsi ölkədə siyasi böhranı dərinləşdirdi. Doğrudur. Qarbaçov SSR MK-nın baş katibi vəzifəsinə gətirildi. Münaqişə ocaqları yarandı. Bəli, 85-də gətirilir və baş verir bu hadisə. Sumqayıt fitnəkarlığı Ermənistandan Azərbaycanlı əhalinin qovulması sürətləndi. Bəli, 1988-ci il fevralında olmuşdu. Təsir göstərilmişdi. Bakıda fövqəladə vəziyyət tətbiq edildi. Naxçıvanda Sovet-İran sərhəddi söküldü. Və əksinə Naxçıvanda 89-cu il dekabrın 31-də Sovet-İran sərhəddi sökülür. Daha sonra yanvarda Bakıda fövqəladə vəziyyət elan edilir. Deməli, burada yerləri dəyişik düşürdü. Səhv pozulub burada. 18-7. On 19-cu sual. 1-ci Qarabağ müharibəsi dövrünə aid döyüşlərin uyğunluğunu müəyyən edin.
Daşaltı əməliyyatı Şuşanın deməli 1-ə C düşür. Şuşa şəhəri yaxınlığında ordumuzun əməliyyatı uğursuz oldu. Goranboy əməliyyatı nəticəsində deməli Kəlbəcər Ağdərə Tərtər C-D. Horadiz deməli Füzuli rayonu 22 məntəqəsi azad edildi. C-3-ə Y düşür, daha doğrusu bura yazmalıydım. Beyləqan istiqamətində əməliyyat nəticəsində Beyləqan istiqamətində düşmənin tank hücumunun qarşısı alındı. Murovdağ əməliyyatı Kəlbəcər rayon istiqamətində ordumuz uğursuzluğa düçar oldu. Burada A. Deməli, Daşaltı əməliyyatı 92-ci ilin yanvarında olmuşdur. Goranboy əməliyyatı 92-ci ilin yay aylarında olubdur. Horadiz əməliyyatı 93 sonu dekabr 94-ün əvvəlinə yanvarına düşür. Beyləqan istiqamətində hərəkat 93 istiqamətində əməliyyat 93-ün dekabrına düşür. Murovdağ əməliyyatı da 94-ün fevralında, bu da qışın sərt soyuğuna düşür və uğursuzluqla nəticələnir. 1-ə C, 2-ə D, 3-ə Y, B, A, C, D, Y, B, A. Baxırıq variantlara. C, D, Y, B, A. Bəli. Biz artıq Sovet İmperiyasının Komünist Partiyasının dağılmasının şahidiyik. Bizim respublikamızın Azərbaycan xalqının vəziyyəti daha çətin, daha ağırdır. Bunun əsas səbəbi respublikada hökm sürən Azərbaycan Komünist Partiyasının diktatura rejiminin mürtəci siyasəti və buraxdığı kobud bağışlanılmaz səhvlərdir. Sovet İmperiyası nə edir? Dağılır. Dağılmasının şahidiyik deyir. Bu Prezident Heydər Əliyevin sözləridir. Bunun əsas səbəbi dedik. Deməli, bəhs edilən dövrün xüsusiyyətlərini müəyyən edin. SSR-in dağılması respublikada müstəqillik uğrunda mübarizəni gücləndirir. Bəli, burada doğru cavab ilə birbaşa bunu götürəcək. Digər variantlar artıq həmin dövrdən bağlı deyil. Gedək. 92-ci il Daşkənd müqaviləsi nəticəsində müdafiə, deməli 92-ci il Daşkənd müqaviləsində SSR hərbi əmlakı bölüşdürülür. Azərbaycan aviasiya alayı və desant qoşunları yaradılır. Bu konkret cavab budur. Digərləri heç birə aid deyil. Baxmağa ehtiyac yoxdur. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid verilən hadisə nəticə əlaqələrinin düzgün verildiyi bəndi müəyyən edin. Düzgünü soruşur, Xalq Cümhuriyyəti dövrünə aid olanı soruşur. AXC Qacarlar arasında müqavilə imzalandı, qarşılıqlı surətdə səfir edişlərin açılması doğrudur. Türk qoşunlarının Naxçıvanı tərk etməsi, Araz Türk Respublikasının yaradılması, bəli, 1918 Mudros barışığına görə oktyabrda imzalanır, noyabrda Türk qoşunları Azərbaycanı tərk edir. Həmin vaxtda da yaradılır Araz Türk Respublikası. 19 martına qədər fəaliyyət göstərir. Sovet Rusiyasının Bakı yağma əməliyyatı Əsgəran yaxınlığında düşmənin məğlub edilməsi. Burada pozulubdur. Niyə? Çünki Ruslar şimaldan, Sovet qoşunları şimaldan hücum edir. Əsgəran isə Qarabağdadır. Qarabağda ermənilər məğlub edilmişdir. Milli Şura öz fəaliyyətini dayandırdı. 3-cü hökumət kabineti təşkil edildi. Deməli, Milli Şura öz fəaliyyətini dayandırır iyun böhranında. Bu zaman 3-cü yox, 2-ci hökumət kabineti təşkil edilir. Bir də daha sonra noyabrda fəaliyyətə başlayır, sonra təzədən yenidən dayandırır və parlament fəaliyyətə başlayır. Ona görə bu da səhvdir. Doğru cavab 1-2. Deməli, 23-cü suala baxırıq. 2-ci Respublika dövründə ərazi bütövlüyümüzə edilən qəsdlərə aid verilən cədvəldə doğru cavabları müəyyən edin. Zaqatala dairəsi Gürcüstana verilmir, bizdə qalır. Borçalı mahalının bir hissəsi Ermənistana verilir, doğrudur. Yuxarı Qarayazı Gürcüstana bəli verilmişdir. Zəngəzurun bir hissəsi Ermənistana verilir, bu da doğrudur. Naxçıvan bir hissəsi Gürcüstan. Naxçıvan ilə Gürcüstan arasında əlaqə sərhədi yoxdur, bu da səhvdir. 2, 3, 4 olacaq cavab. Deməli, bizdən soruşur nə? Xəritədə rəqəmlə verilmiş rayonların 3-cü Respublika dövrünə aid oxşarlıqlarını müəyyən edin. Bu Füzulidir. 1, 2 də Kəlbəcərdir. Füzuli və Kəlbəcər 92-ci il hərbi əməliyyatların nəticəsində işğal edilmişdir. 92-də işğal edilməyiblər. 93-də işğal ediliblər. Hərbi əməliyyatlar nəticəsində bizdən nə soruşur? Oxşarlıq. Hərbi əməliyyatlar nəticəsində bir sıra kəndləri düşməndən təmizlənmişdir. Ümumi 3-cü Respublika dövrünü soruşur. Konkret hansı dövr demir? Yəni Azərbaycan Respublikası dövründə bəli, bir sıra kəndləri azad edilmişdir. Doğrudur. 2 aiddir. Füzuli Kəlbəcərə keçdik digər variantlara.
Birinci Qarabağ müharibəsində işğala məruz qalan ilk rayonlar olmuşdu. Səhvdir, 93-cü ildə tutulubdu. İlk rayonlar isə 91-92-ci illərdə işğal edilmişdi. İkinci Qarabağ müharibəsi dövründə ərazilərində hərbi əməliyyatlar aparılmışdı. Bəli, hər ikisində də hərbi əməliyyatlar aparılmışdı. Doğru cavab 2-4 olacaq. 2-4. Heydər Əliyevin ikinci rəhbərlik dövründən fərqli olaraq birinci rəhbərlik dövrü. İkinci rəhbərlik dövrü 1993-2003 idi. Birinci rəhbərlik dövrü isə 1969-82. Yəni Sovet rəhbəri. Deməli bizə ikincini yox, birinciyə aid olanı soruşur. İdarəçilik sistemi möhkəmləndirildi, hər ikisində olubdu. Bir sıra sənaye müəssisələri istifadəyə verildi, hər ikisində olubdu. Yevlax-Balakən dəmir yolu çəkildi. Bu dəmir yol çəkilməsi 1900 kitabda verilməyibdi, 80 daha dəqiq verilməyibdi. 80-də çəkilməyə başlanır, 86-da başa çatdırılıbdı. Azərbaycan, yəni dəmir yolu çəkildi, əsasən adətən tikilməsi, başa çatdırılması nəzərdə tutulur. Yəni 86. Bu əslində düşmür birinci rəhbərlik dövrünə, amma doğru cavab kimi götürübdü din bunu, bilmirəm niyə. Azərbaycan dili dövlət dili statusu aldı. Hər ikisində də Azərbaycan dili dövlət dili statusu var idi. Şuşa tarixi memarlıq qoruğuna çevrildi 77-ci ildə, yəni birinci rəhbərlik dövrünə aiddir. 3-5 kimi götürülübdü, amma yenə də deyirəm, bu sualda cavabında biraz problem var. Cavab 3 ilə bağlı, yəni problem var. Xronoloji ardıcılığı müəyyən edin. Heydər Əliyevin SSR Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi 1982-dir. Qafan Mehri rayonları Azərbaycandan ilk dəfə zorla çıxarılması 88-də başlayır, 91-ə qədər davam edir. Bizdən ilk dəfə dediyinə görə 88 götürürük. Təbrizdə 29 Bəhmən üsyanının baş verməsi bu 78-ci il olacaq, 1978. Gəncə şəhərin tarixi adının bərpa edilməsi, Gəncə şəhərin tarixi adı 1989-cu ildə bərpa edilmişdi. Deməli 89 yazmadı, neysə. Deməli 1, deməli başlayıb 3, 1, 2, 4. 3, 1, qeyd edeyim, 3, 1, 2, 4. Yoğunluğu müəyyən edin. Azərbaycanın 2-ci və 3-cü Respublika dövrü. Yəni 80-ci, 90-cı illər, 21-ci əsr. Xankəndi şəhərinin azad edilməsi 2023 düşəcək 21-ci əsrin 1-ci rübünə. Qafan və Mehri rayonlarından Azərbaycanlıların deportasiya edilməsi bu 88-də başlayır, 91-ə qədər davam edir. Yəni burada da yenə müəmmalı sualdır. Yəni konkret cavab olsa daha yaxşı olardı. 80-lərə də düşür, 90-lara da düşür. Amma adətən 88-də başlayıb deyə 80-ci illərə götürək. Şuşa şəhərinə tarixi memarlıq qoruğu statusunun verilməsi və qeyd etdiyi 77-dir. Konstitusiyaya dəyişikliklər 2002, 2009, 2016-da olubdu. Keçən ildə oldu. Deməli, daha doğrusu ola bilsin bu il olacaq, keçən il olmayıbdı. Deməli, 21-ci əsrə düşür. Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtması. İkinci dəfə artıq 93-də qayıdır. Bu da düşəcək Y. Y də düşəcək 2-yə. 1-ə B, 2-yə Y, 3-ə A, D. Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən şəhər diqqət mərkəzində idi. Ermənistanda repressiyaya məruz qalaraq öz doğma torpaqlarından qovulan 1500 azərbaycanlı və Fərqanədən Özbəkistandan gəlmiş 495 Axıska türkü məhz burada məskunlaşmışdı. Xankəndindən qovulan 18 min azərbaycanlının da bir qismi buraya pənah gətirmişdi. Ermənistan tərəfindən işğal olunmazdan əvvəl bu şəhərin əhalisinin sayı 7 min nəfərə çatmışdı. Ermənilər Dağlıq Qarabağın yeganə aeroportunun yerləşdiyi bu şəhər vasitəsilə Xankəndi şəhərinə hərbi sursat daşıyırdılar. Söhbət Xocalı şəhərindən gedir. Xocalı. İkinci 29-cu suala baxırıq. 29-30. Deməli, deyir ki, mənbədə bəhs edilən şəhərin işğal edilməsinin düşmənin 2 məqsədini yazın. Məqsədlər nələr idi? Azərbaycanlıları oradan təmizləmək və şəhərdə olan memarlıq abidələri, Azərbaycanlıların tarixi izlərini məhv etmək, bununla da Azərbaycan şəhəri olmasını çıxartmaq. Aeroportu ələ keçirmək mühüm obyekt idi. Aeroport bölgədə yeganə hava limanı orada yerləşirdi. Mühüm strateji mövqeyə malik olması və ya qeyd etdiyi yolların üzərində yerləşirdi.
Xankəndi Şuşaya gedən yolların üzərində yerləşirdi. Strateji olaraq önəmli olması. Bir də psixoloji üstünlük yaradaraq Azərbaycanlıların iradəsini qırmaq. Bunlardan ikisini yazmaq bəs eləyir. Mənbə 30-da deyir, mənbədə bəhs edilən şəhərin işğalının 2 siyasi nəticəsini yazın. Azərbaycanda siyasi vəziyyətdə gərginlik yaradır. Ayaz Mütəllibov vəzifəsindən istefa verir. Xalqın etiraz mitinqləri baş verir hakimiyyətə qarşı. Bunlar da siyasi nəticələr olaraq qeyd edə bilərik. Sağ olun əziz dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Bəyəndinizsə like unutmayın. Dostlarınıza da tövsiyə edə bilərsiniz. Sağ olun.